Это rусский knyaz. У него много детей. Baxırıq. Niyə görə burada oldu u него? Çünki on biz bilirik ki, kişi cinsinə aiddir ruslarda. Çünki ruslarda kişi cinsində o olur on, qadın cinsində o olur ana və orta cins var, o da olur ano. Burada kimdən danışırıq? Knyazdan danışırıq. Knyaz kişi cinsinə olduğuna görədir. Onun çox uşaqları var idi. Kimdə var idi? У кого было много детей? Это родительный падеж. Sualı canlıda kavo, cansızda чего olur? У него родительный падежdə olur у него. Почему у него olur? Niyə görə его yox? Çünki burada görürük ki u var. U olduğuna görə də ruslarda yevo'nun qabağına n hərfi əlavə edirlər. Bunlarda bir qayda, qanundur bu. Ona görə də u nevo olur. Yəni родительный падежdə onun adı olur yevo zavod. Sadəcə olaraq u olduğuna görə olur у кого, у него много детей. Sonra я купил хороший подарок для Mən aldım yaxşı hədiyyə. Kim üçün? Sənin üçün. Для ты olur для тебя. Вы знаете, где моя сестра? Siz bilirsiniz mənim bacım hardadır? Ее нет на работе. Burada da qoyulub ana. Çünki qadın cinsindən danışırıq bacım. Yoxdur, harda? İşdə. Кого нет на работе? Ее нет на работе. Sonra, пожалуйста, не читайте это письмо без меня. Zəhmət olmasa bu məktubu mənsiz oxumayın. Без кого? Kimsiz? Без меня. Mənsiz. Родительный падежdə ya olur у меня, sonra без меня. Sonra bizdə у нас много золота и серебра. Мы bizik, bizdə olacaq у нас у кого, у нас.